Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda aprel ayında sizin nə gözlədiyinə baxacağıq. Aprel ayı üçün proqnoz edəcəm. Əgər sizə burçlar üzərindən proqnozlar maraqlandırırsa, Telegram kanalıma abunə ola bilərsiniz. Şəxsi baxımlar üçün yalnız Instagram üzərindən müraciət edirsiniz. Instagram səhifəmin adı göstərilib videomun altında. Burada isə seçim üzərindən proqnoz olacaq, 3 variant olacaq. 3 variantdan birini seçəcəksiniz və bu sizin intuisiyanıza dayanıqlı bir açılımdır. Yəni sizin seçiminiz çox vacibdir. Bu birinci variantdır, bu ikinci variantdır, bu da üçüncü variantdır. Seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçim etdikdən sonra baxımı, yəni videonu davam edib baxa bilərsiniz. Mən isə çox gözləmək istəmirəm. Birinci variantdan başlayıram. Nə sizi gözləyir? Deməli, birinci variantı seçən insanlar üçün aprel ayı içərisində sizdə burada deməli sağlamlığınızda çox yaxşı özünüzü hiss edəcəksiniz. Yəni sağlamlığınızda heç bir problem olmayacaq. Yalnızca burada əgər siz misal üçün nəsə qəbul edirsinizsə, hansısa preparatlar olsun ya da ki sizin hansısa pis vərdişiniz varsa, deyək ki içkidir, nəsə sevirsiniz, yəni hansısa şirin içkilər də var, hansı ki bizim sağlamlığımıza zərər verir. Yəni bu soklardır, müxtəlif cür fabrika sokları. Həmçində bu içki real bir içki ola bilər. Yəni belə şeydə diqqətli olun, bu sizə biraz zərər verə bilər, amma belə də sağlamlığınızda çox gözəl, yaxşı olacaq, problemlər olmayacaq. Və burada deməli sizin bir neçə şeyə diqqət yetirməyinizdə fayda var. Birincisi odur ki, sizin deməli işinizdə və təhsilinizdə burada həmçinin bu istədiyiniz şey də ola bilər, yəni həyatınızda baş verməsini istədiyiniz şey də ola bilər. Burada problemlər yaşaya bilərsiniz öz qərarsızlığınız ucbatından. Yəni sizin qərarsızlığınız nəyisə etmək istəyirəm, nəyisə demək istəyirəm, amma onu eləmirəm. Yəni ki sonraya qoyuram, yəni ki sonra eləyərəm, sonra deyərəm, sonra o addımı atarım. Bu problem yaradacaq sizə. Həmçinin də sizin hansısa keçmişdən addım atmamağınız və yuvanmağınız hindidə artıq aprel ayında problemlər sizə yarada bilər. Yəni keçmişdə hansısa addımı atmamağınız ya da hansısa hərəkəti etməməyiniz bu ay sizə həmin bunun bəhrəsini göstərəcək negativ bir şəkildə. Həmçində ay boyu diqqətli olun. Əgər nəyisə etməlisinizsə, nəyisə hansısa addımı, sözü eləməlisinizsə, deməlisinizsə onu edin. Yəni onu sonraya qoymayın. Hər hansı bir hərəkəti, hansını ki işinizə, təhsilinizə yansımalıdır, istədiyiniz şey yansımalıdır. Onu çalışın ağlınıza gələn kimi qərarlaşdırıb tez bir şəkildə edin. Çünki hər hansı bir belə sonraya qoyulmuş addım sizə ay içərisində problemlər yaradacaq. Maddiyyatda burada sizin konfliktlər ola bilər. Maddiyyatla bağlı konfliktlər sözlü bir şəkildə ola bilər ya da hansısa maddiyyatla bağlı xəbərin sizə negativ bir şəkildə geri dönüşü ola bilər. Yəni ya hansısa pulun verilməməyə ya da ki sözlü maddiyyatla bağlı danışıq apara bilərsiniz. Bunun üzərində problemlər yaşana bilər. Yəni kimsə sizdən maddiyyat gözləyirsə ya da siz kimdənsə maddiyyat gözləyirsinizsə sözlü bir şəkildə ya da xəbər bir şəkildə, xəbər olan bir şəkildə bir var danışıq kimi də ola bilər. Bəzi insanlarda isə bu xəbər kimi də ola bilər ki, maddiyyatla bağlı bunu yəni problem ala bilərsiniz, yaxşı olmayacaq. Biraz çıxılmaz bir vəziyyətə sizi salacaq. Ya bu xəbər ya da bu danışıq. Deməli, şəxsi həyatınızda burada çox bir şey görmürəm. Əgər təksinizsə burada tək qalacaqsınız böyük ehtimal. Həmçində burada sizin deməli iki partnyor arasında qərarsızlığınız varsa o qərarsızlıq davam edəcək. Yəni deyək ki, ya siz qarşı tərəfdən onun seçimini gözləyə bilərsiniz, ya da ki siz özünüz seçimi edə bilərsiniz və bu seçim ay içərisində hələ
belə də davam edəcək. Necə var, elə də qalacaq, əgər belə ilişkidəsinizsə. Əgər ilişkiniz yoxdursa, burada ilişki yəni yaranmayacaq. İlişkidə varsınızsa və ilişki yaxşı gedirsə, burada ilişkidə problemlər çıxa bilər və ilişkilər də seçimlə bağlı ola bilər. Ya bu insanın maddiyyatla bağlı seçimi ola bilər, yəni deyək ki, hansısa sizdən daha ona uyğun, maddi şəkildə daha yaxşı ya da rahat belə onun həyatı üçün daha uyğun gələn bir seçimi ola bilər sizdən savayı. Həmçində bu maddiyyatı ilə bağlı da seçim ola bilər ki, mən həmin bu insanı üstümdə daşıya bilərəmmi, bu insan mənə uyğundurmu, uyğun deyilmi, belə cür seçimlər ola bilər. Deməli, ay boyu burada sizdə keçmişdən gələn məsələlər çox olacaq. Keçmişdən gələn hansısa fikirlər olsun, situasiyalar olsun, insanlar olsun, onlar çox olacaq. Ay içərisində bu sizin özünüzdən irəli gələn bir şey ola bilər ya da situativ, yəni situativ dediyim, yəni qarşınıza çıxan ola bilər. Siz özünüz keçmişdə qalmaya bilərsiniz, amma qarşınıza çıxan situasiyalar, hansısa insanlar sizə keçmişi daima xatırlada bilər. Ona görə diqqətli olursunuz, çalışın çox keçmişdə qalmayın. Həmçinin də deyək ki, çoxdan görmədiyiniz insanlar bu şərt deyil ki, negativ olsun, pozitiv də ola bilər ki, keçmişdən gələn hansısa insanlar təzədən qabağınıza çıxsın. Birinci variantda bu qədər. Keçid etmək istəyirəm ikinci varianta. Deməli, ikinci variantı seçən insanlar üçün burada deməli ay boyu sizi qərarsızlıqlar və seçimlər gözləyir və bu qərarsızlıqlar, seçimlər sizin özünüzdən irəli gələ bilər ya da ki, qarşı tərəfdən kimdən ki gözləyirsiniz, hansısa məsələlərin həllini ya da hansısa yerdən bir xəbər gözləyirsinizsə, bu qərarsızlıq ola bilər, bu seçim ola bilər. Ay boyu vacib yəni olan bir şey ola bilər. Ay boyu və həmçinin də yəni ayın vacib hadisəsi kimi baxın buna. Və həmçinin də deməli bu seçim qərar maddiyyata dayanıqlıdır. Yəni bu doğrusal bir şey deyil. Bu yalnız maddiyyata dayanıqlı bir şeydir və seçiminizi edərkən həmçinin siz özünüz seçim etməlisinizsə, çalışın bunu doğrusal deyil də maddiyyata dayanıqlı eləyin ya da rahatlığa dayanıqlı. Yəni sizə daha necə rahat olacaq, daha uyğun necə olacaq, sizə necə təsir göstərəcək, buna fikirləşin. Yəni doğrusal çalışın, hərəkət etməyin. Burada ümumiyyətcə belə çox duygusal insan görmürəm, amma duygusal insansınızsa və bu variantı seçmişsinizsə, burada deməli kartlar sizə göstərə bilər ki, uzaqlaş duygusallıqdan, yəni belə bir insan deyilsinizsə. Amma burada çox da duygusal insan deyil. Dediyim kimi, əks təqdirdə əgər siz duygusal insansınızsa, burada sizin duygusallıqdan qaçınmağınız tələb olunur. Ay boyu siz ancaq məntiqi hərəkətlər etməlisiniz və məntiqi addımlar atmalısınız. Yəni duygusallığa yox deyin, qapatın ürəyinizi və duygusallığınızı. Və həmçinin burada qeyd etmək istəyirəm ki, deməli, şəxsi həyatınızda əgər hansısa ilişkidə deməli siz məyus olmuşdunuzsa, məyusluğunuz yəni belə necə deyirlər, sizi belə biraz depressiya salan, biraz küskünlüyə salan, problem yaşadan şeylər var idisə, onlar həll oluna bilər. Yəni ya siz artıq boş verəcəksiniz bu situasiyanı ya da ki, o insanla barışıqlıq ola bilər, kim ki sizi məyus etmişdi. Həmçinin də burada əgər ilişkidə ümumiyyətcə məyus idinizsə, yəni istəmirdinizsə, problem yaşayırdınızsa, burada sizin elə görüşləriniz ola bilər ki, sizi fikrinizi dəyişdirə bilər, yəni ilişkidə yaxşı gəlişmələr ola bilər və həmçinin də qeyd etmək istəyirəm ki, burada bəzi insanlarda belə olacaq ki, onlar üçün ümumiyyətcə duyğusallıqda yaşanan problemlər artıq canına tak eləyir, istəmir və gedir ancaq maddiyyata yönlənir. Yəni bəzi insanlarda belə olacaq ki, onlar şəxsi həyatı, duyğusallığı artıq qırağa qoyacaq, deyəcək ki, şəxsi həyatdan bir
fayda yox. Mən ən yaxşısı maddiyatıma, karyerama ya da təhsilimə, yəni gələcəyimə yönlənim. Yəni bəzi insanlarda belə olacaq, çünki bu ümumi açılımdır. Amma kimdə ki belə siz şəxsi həyatda çox fokuslanmısınız, bu yəni fokuslanan insanlarda, kim ki şəxsi həyatda fokuslanır, onlarda yaxşı görüş ola bilər, yaxşı ilişkidə perspektivlər ola bilər və bu insan hansıyla ki siz ilişki quracaqsınız, o sizə həm uyğun olacaq, həm də maddiyata dayanıqlı, ya sizinlə eyni pilləkəndə ola bilər o insan, yəni, ya da ki sizdən daha üstün ola bilər. Yəni aşağısı deyil də bu insan sizə maddi olaraq, perspektiv olaraq gələcəyinizə uyğun ola bilər və siz onu uyğun insan kimi görə bilərsiniz. Həmçinin qeyd etmək istəyirəm ki, burada deməli maddiyatınızda biraz məyus edici şeylər ola bilər. Yəni maddiyat özü gələ bilər, amma maddiyatı ya xərcləmələriniz çox ola bilər, ya da ki o xərcləmələrin sizə deyək ki, nəsə alırıq, xərcləyirik pulu, amma o bizi qane etmir. Yəni aldığımız şeyi bizi qane etməyə bilər, ya da nəsə problem yaşana bilər. Çünki burada pulda, maddiyatda məyusluq var və bu məyusluq həm pulun yetərincə gəlməməli ola bilər, həmçində çoxlu xərcləmələrlə bağlı ola bilər ki, yəni mənim aldığım nədir, xərclədiyim nədir, heç bilmədim, hara getdi. Yəni belə ola bilər. Həmçində burada uşaqlarınız varsa, uşaqlarınızla bağlı xərcləmələr ola bilər. Sizə anidən o xərcləmələr yaradıla bilər. Uşaqlarınız yoxdursa, bu sizin özünüzlə bağlı, yəni deyək ki, uşağınız yoxdursa belə, ailənizdə sizdən kiçik insan varsa, onunla bağlı xərcləmələr çox ola bilər, yəni bu sizi məyus edə bilər və həmçində bu sizin özünüzün təcrübəsizliyinizdən irəli gəlir. Deməli, ailənizdən gələn bir insan yoxdursa, dostunuz yoxdursa, hansı ki borc istəyə bilər ya da borc vermişsiniz, o insan sizə gözləyirsiniz ki, qaytarsın ya da hansısa pulu versin, bununla bağlı məyusluq ola bilər. Yəni bu kimdənsə istəyirsiniz, amma o insan vermir. Amma bu insan sizinlə ya yaşıd ola bilər, ya da sizdən yaşca kiçik ola bilər. Yəni bəzi insanlarda belə olacaq. Siz indi öz situasiyanıza, öz durumunuza görə baxırsınız. Həmçində bu deməli, siz özünüz cavansınızsa, təcrübəsizsinizsə, bu təcrübəsizliyi ilə bağlı olan bir maddi problemlər ola bilər. Yəni, ya siz pulu pis xərcləyirsiniz, təcrübəsizsiniz deyə, ya da ki, yetərincə qazana bilmirsiniz təcrübəsizliyinizə görə. Çünki burada həmin belə məyusluq ola bilər. Qeyd etmək istəyirəm ki, deməli, sağlamlığınızda sizin problemlər yaşana bilər o təqdirdə ki, siz deməli çoxdanandır sizi narahat edən şey varsa və onu deməli yoxlatdırmırsınızsa etməlisiniz və siz deməli bu cərrah ola bilər ya da ki çox belə necə deyərlər, bəzi insanlarda olacaq ki, cərraha müraciət etməlidirlər və yoxlatdırmalıdırlar. Bəzi insanlarda olacaq ki, onlar sağlamlığı ilə bağlı yaşca çox təcrübəli həkimə müraciət etməlidirlər. Yəni, bu həkim çoxlu yəni bu sferada çox işləmiş, təcrübəsi uzun olan bir insana müraciət etməli olduqlarına dəlalət edir. Yəni, əgər sizin belə bir problemləriniz var idisə və çoxdandır yəni, qoyurdunuz sonraya ya da müraciət edərkən çox da təcrübəli insanlara müraciət etmirdinizsə, bunu etməlisiniz. Amma heç bir probleminiz yoxdursa sağlamlığınızla, burada hər şey çox gözəl olacaq. Yəni, bu çox belə kiçik faiz insanlarda belə baş verə bilər, çünki ümumi bir baxımdır. Ay boyu qaçırılmış imkanlar ola bilər, ona görə diqqətli olursunuz. Hər hansı bir imkan qarşınıza çıxırsa, çalışın onu qaçırmayın. Həmçində nəyisə görməmək və nəyisə həmçinin çıxırsa qabağınıza görmə istəməməyi ola bilər sizdə. Yəni, qabağınıza çıxır, amma siz sizə göstərilən həqiqəti görmək istəməyə bilərsiniz. Ona görə diqqətli olun. Üçüncü variantı keçid etmək istəyirəm. Ay boyu sizdə burada
Ay boyu sizdə burada çoxlu kommunikasiya, çoxlu danışıqlıqlar, xəbər alma, xəbər göndərmə bol olacağı bir ay gözləyir sizi. Həmçinin qeyd etmək istəyirəm ki, şəxsi həyatınızda çox duyğusal, gözəl gəlişmələr ola bilər. Yalnızca qaçının o situasiyalardan ki, sizdə burada üçüncü şəxslər varsa ilişkidə ya da ki, başqa insanlar qatışırsa, bu sizi biraz narahat edə bilər, problemlər yarada bilər. Amma konkret bu ay deyil də, yəni ya da ayın əvvəllərində deyil də, sonlarına doğru ola bilər. Ya da bu ayı keçmiş ola bilər artıq onu biləndə, yəni üçüncü şəxslərin qatışmağı ola bilər, ona görə diqqətli olun. Həmçinin də qeyd etmək istəyirəm ki, burada əgər siz hansısa insana güvənirsinizsə, onun nə qədər güvənilir olduğunu yoxlayın. Çünki hal-hazırda sizə toz pəmbə görünən insanın sonrasında sizə xəyanət etdiyini bilə bilərsiniz ya da öyrənə bilərsiniz, ona görə diqqət yetirin. Həmçinin də burada siz özünüz xəyanət edə bilərsiniz. Bəzi insanlarda belə ola bilər ki, bir neçə variant idarə eləyir, yəni tək bir insanda qalmır. Çünki məndə təcrübəmdə də belə bir şey olub ki, bir bəy müraciət etmişdim xanımla bağlı, amma kartlarla baxanda bilindi ki, özü də yəni xəyanət edir, yəni özü də çox da təmiz yanaşmır ilişkiyə, yəni çox da dürüst insan deyil. Ona görə burada siz də ola bilərsiniz ki, yəni artıq karta baxılanda belə şeylər bilinir, dərin gedəndə baxılanda. Ona görə bəzi insanlarda ola bilər ki, siz özünüz xəyanət edə bilərsiniz, bir neçə variant idarə edə bilərsiniz. Çünki fərqli insanlar baxır. Ona görə diqqətli olun, çünki bu problemlər sizə yarada bilər. Əgər xəyanət edirsinizsə, problem yaradacaq, ilişkini artıq bitirmə nöqtəsinə hətta gətirib çıxarda bilər. Deməli, sizdə təhsildə oxuyursunuzsa ya da işləyirsinizsə problemlər yaşana bilər. Bu problemlər qıcıqlandırıcı problemlər ola bilər. Yəni, çox da sizə böyük təsiri olmaya bilər. Amma ki, sizi qıcıqlandıracaq emosional bir şəkildə. Deyək ki, iş yoxdursa, axtarırsınızsa tapmaya bilərsiniz ya da sizi qane etməyən ola bilər. Hansı ki, sizi belə özünüzdən çıxardır, qıcıqlandırır, hisləndirir, belə şey ola bilər. Həmçinin siz deməli, oxuyursunuzsa ya da var olan işiniz varsa, orada qıcıqlandırıcı, sizi hisləndirici şeylər ola bilər, hansı ki sizi belə necə deyərlər, həm deyinə bilərsiniz, həm də ki belə hirslənə bilərsiniz. Artıq başqa insanlar hansı ki əlaqəli deyil bu işinizlə, təhsilinizlə, onlara da bunu yansıda bilərsiniz. Ona görə diqqətli olun və həmçində qeyd etmək istəyirəm ki, deməli, işinizdə, təhsilinizdə burada sizin deməli öz yəni məhdudiyyət qoyulursa, sizə o məhdudiyyətlərə riayət etməməyinizi tövsiyə edirlər. Çünki sizə kimsə təzyiq göstərirsə və mən deyirəm, mənim dediyim kimi olmalıdır deyirsə, bu insanlardan yaxşı bir şey gözləməyin, yəni riayət etməyin onların dediyinə, çalışın öz istədiyinizi yeridəsiniz, öz istədiyinizi qopardıb alasınız. Çünki burada deməli, o insan ki sizə təzyiq göstərir, ay boyu o təzyiqi davam etdirəcək və hətta siz onun istədiyi kimi hərəkət etsəniz belə, o insan daha da çox, necə deyirlər, çoxaldacaq bu təzyiqi. Ona görə hindidən gərək öz, yəni qranitsa dedikləri şey, öz nöqtənizi belirləyəsiniz ki, o insan sizin məhdudiyyət qoyduğunuz şeyləri keçməsin. Yəni, məhdudiyyətinizi qoyun ki, bu belə olmalıdır. Bu qoyduğum şeyi keçmə artıq. Yəni, bu qranitsa dedikləri şeyi keçmə. Ona görə bu vacib olacaq. Həmçinin də ay boyu insanlarla təzyiq zamanı da sözlü problemlər, davalar, narahatçılıqlar ola bilər. Yəni bu sözlü ola bilər. Sizə təzyiq göstərilir, sizi narahat etməyə çalışırlar, sizi incitməyə çalışırlar. Bu yaşana bilər. Ona görə diqqət yetirirsiniz. Maddiyyatda həmçinin qeyd etmək istəyirəm ki, belə bir şey ola bilər ki, deməli sizin istədiyiniz maddiyyatı almağınız üçün təzyiq göstərməli olacaqsınız. Ya da ki, necə deyərlər, biraz mübarizə aparmalı olacaqsınız. Bu vacib olacaq. Çünki mübarizəsiz siz heç bir var olan nöqtənizdən irəliləmə almayacaqsınız. Yəni, təzyiq göstərməsəniz, sözlü davalaşmasanız, deməsəniz, sizə heç kəs heç nə verməyəcək və eyni nöqtədə qalacaqsınız. Burada bu vacib olacaq.